Mən daha çox böyük danışan insanlar düşüncə tərzimə təsir eləmir. Amerikan xalqıyla, ingilislə, nə bilim, mənim düşüncəm və həyat fəlsəfəm eyni deyil. Bəli, hər zaman bizim yenə qapımız açıqdır gənclərə. Hər zaman nə dəstək lazımdır verməyə hazırıq. Bankomen Kredit təşkilatları olaraq. Salam hörmətli izləyicilər, Bankir Masası verilişinin növbəti buraxılışı efirdədir. Bugün bank olmayan kredit təşkilatları haqqında müzakirə aparırıq. Verilişimizin bugünkü qonağı Falcon Finans Bank olmayan kredit təşkilatının idarə heyətinin sədri Fərid Muradovdur. Fərid müəllim, xoş gəlmisiniz. Çox sağ olun müəllim, minnətdaram dəvətiniz üçün. Layihəniz də xeyirli uğurlu olsun. Çox sağ olun. Əlbəttə siz olduğunuz layihənin uğurlu olmama ehtimalı azdır. İnşallah daha böyük uğurlar arzu edirəm. Təşəkkür edirəm xoş sözləriniz üçün. Necə hiss edirsiniz özünüzü? Çox gözəl, çox səmimi mühitdir. Yaxşı atmosfer var. Hər şey əladır. Lap yaxşı. O zaman icazənizlə başlayaq. Başlayaq. Birinci bir rəhbər kimi, bir bank olmayan kredit təşkilatının sədri kimi bizə maraqlıdır ki, siz bu rəhbər vəzifəyə hansı mərhələdən keçdiniz? Uşaqlıq arzunuz idimi? Yoxsa belə deyim də, uşaqlıqda tam başqa bir sahə arzuluyordunuz? Yoxsa təsadüfən gəldiniz, bank olmayan kredit təşkilatı sahəsinə çıxdınızmı? Əslində maraqlı sualdır. Uşaqlıq arzuları, uşaqlıqda ümumiyyətlə insan təsəvvürü çox geniş olur da. Bu limitsiz bir təsəvvürə sahib olur insan uşaqlıqda. Mənim uşaqlıq arzum olmayıb əslində. İlk arzu olaraq xatırladığım ibtidai sinif dövrünə düşür. Orada hansısa bir istehsalla bağlı bir arzu formalaşmışdı məndə. Yəni olmayan bir məhsulun istehsalıyla bağlı və bunu böyük, geniş anlamda fikirləşirdim. Fabrik formasında, zavod formasında. Bu arzular formalaşmışdı. Yəni bankla bağlı elə bir təsəvvürüm yox idi. Ya təbii ki, uşaq vaxtı bank təsəvvür eləmək biraz çətin qəliz olardı. Yəni sadəcə olaraq uşaqlıqda var ki, o deyir birdən uşaq deyir, mən böyüyəndə filan şirkət rəhbər olacağam. Yəni rəhbər hədəf olub. Belə başa düşdüm. Arzu yox, hədəf olub. Hədəf olub, hə. Bir müəyyən müddət keçdikdən sonra zaten arzular hədəflərə çevrilir. İnsan özünü başa düşdükcə, reallıqları qəbul etdikcə məlum məsələdir. Bu məndə elə bir arzu var idi, istək var idi. Amma xətt eynidir də. Bütün arzularda xətt eynidir. Faydalı olmaq, nəticə vermək, məsuliyyətə yanaşmaq. O arzudan da bu günə məsuliyyət hissi qaldı. Sadəcə gördüyüm işə dəyər qatmaq hissi qaldı, məsuliyyət hissi qaldı. Yəni o arzu reallaşmadı. Reallaşmadı. Amma faktiki bugünkü işimdə məsuliyyətlə yanaşmaq, işdə dəyər yaratmaq hissləri qaldı məndə. Lap yaxşı. Fərid müəllim, necə bir hissdir? Yəni sədrlik elə bokda qalır, yoxsa evə də aparırsınız özünüzlə? Yox, açığı işdən sonrakı məqamları qarışdırmamağa çalışıram. Və işdən sonra da sədrlik ümumiyyətlə bu mövzulardan kənar qalıram da. Özümə vaxt ayırıram, nə bilim gündəlik işlərlə məşğul oluram. Sədrlik ancaq iş fəaliyyəti dövründə. Ancaq işdə, yəni işdə də qoyub gedirsiz. Bəli. Lap yaxşı. Əsas həmişə balansı qorumaqdır. Təbii ki, məncə də balansı qorumaq çox vacib amildir. İşi evə daşımaq bəzən, evi işə daşımaq həm qeyri-peşəkarlığa yol verir, həm də ki, eyni zamanda insan bir növ şəxsi həyatını da yaşamış olmur. Bəs Fərid müəllim, sizin elə bir qərarınız olubmu ki, hansı ki, o qərar bütün həyatınızı dəyişib? Elə bir qərar. Olur mənim. Əslində dönüş nöqtəsi mən onu demək istəyirdim. Mənim karyeramda fikirləşirəm, həmişə onu bir dönüş nöqtəsi kimi görürəm. Ümumiyyətlə insanın həyatını dəyişə biləcək qərarlar insanın komfort zonadan çıxardan qərarlardır. Bu məlum məsələdir. İstənilən sahədə, bizim sahədə, digər sahədə insanı ki bir komfort zonasından çıxmağa məcbur edən qərar onun həyatını dəyişir. Karyera baxımından həyatını dəyişir. Elə bir qərar olub məndə. Bank sahəsində hansı ki
Respublikanın böyük banklarından birində çalışırdım. 8 il çalışmışam orada. Son iş vəzifə olaraq son işim kreditlərə nəzarət şöbəsində idim. Və bir anda orada qərar verdim ki, o işdən ayrılıb boks sahəsinə daha məsuliyyətli, daha nəticə tələb edən bir sahəyə yönəlim. Təklif almışdınız. Təklif almışdım, bəli. Onu düşündüm, qısa müddətdə düşündüm açığı və ona qərar verdim. Və ondan sonra o növbəti mərhələnin mənə verdiyi inam, özümdə peşəkar yanaşma, hiss elədim ki, düzgün qərar vermişəm. Sonradan istədim, başa düşdüm ki, düzgün qərar vermişəm. Çünki orada kredit nəzarət şöbəsində ancaq gündəlik stabil işlər, robotik fəaliyyət, gündəlik sənəd yoxlamaq, özünüz bilirsiniz mənim məsələ. Orada rutinlikdən çıxartdınız özünüzü. Əlbəttə, hə. O axış məni apardı, bu günə qədər gətirdi. Bəs belə deyək də, sizcə bu sizin hansısa bir komfort zonadan çıxma qərarınız bu riskli ola bilərdimi də? Yəni yoxsa burada güvən, özünə inam hissi mi sizi əmin elədimi? Çünki bəzən sahə dəyişmək də və yaxud da hansısa bir məsuliyyətin altına getmək də risk baş tutmaya da bilər də. Yəni uğurlu olmaya da bilərdiniz. Sədr kimi gəlib bu posta qədər çıxa bilməyə bilərdiniz də. Bir risk tələb eləyirdi əslində məncə. Yəni bu özünə güvən hissi daha çoxmu var idimi burada, yoxsa məqsədli çalışma mı var idimi? Açığı hər ikisi var idi. Özümə inam da var idi. Və düz vurğuluyorsunuz, eyni anda həm riskli, həm səhv addım ola bilərdi. Bəli. Addım eyni zamanda ola bilərdi, səhv və riskli addım ola bilərdi. O anda sadəcə o məni qorxutmadı, belə deyim. Yəni o addımı atmaq məni qorxutmadı. Deməli inam var idi. İnam var idi. Əlbəttə inam var idi, bir nəticəyə maraq var idi, perspektiv var idi. Daha peşəkar mühitdə özümü göstərmək istəyi var idi, belə deyim. Və o addımı atdım. Çünki təcrübə də göstərir ki, inam olmayanda insan risk etməyi də bacarır. Bəli. İnam çox vacib amildir. Məsələn, özünə inam məncə hər kadrda, hər şəxsdə düzgün qərarlar verməsi üçün vacib amildir. Düzdür. Bəs Fərid müəllim, elə olubmu ki, sizin həyatınızda ya hansısa insan və yaxud da hansısa bir oxuduğunuz kitab sizə təsir eləsin? Yəni və onun təsiri nəticəsində siz düzgün mövqe tuta bilmisiniz? Olub. Bəli, olub. Belə izah edeyim bu sualınızı. Ümumiyyətlə, insan, düşüncə tərzimə təsir edən insanlardan gedirsə söhbət, mən daha çox böyük danışan insanlar düşüncə tərzimə təsir eləmir. Daha intizamlı insanlar, daha məsuliyyətli insanlar, daha belə dərin düşünən insanlar təsir eləyir. Açıq kitablar da oxumuşam, qərar verməklə, idarə etməklə, inkişafla, öz inkişafla bağlı kitablar, məqalələr də oxumuşam. Sadəcə kitablar daha çox mənə elə gəlir ki, mən elə təsəvvür eləmişəm. Kitablar daha çox şablon məqamlara toxunur, şablon idarə etmədən danışır, şablon məsələlərə toxunur. Ona görə daha çox təcrübə əsasında gördüyüm insanlar, məsələn, mən ən çox dərsi öz rəhbərlərimdən götürmüşəm, çıxartmışam. Rəhbərlərin mənfi tərəflərini, müsbət tərəflərini analiz eləmişəm, özümə bir SWOT analiz eləmişəm. Onlara baxa-baxa daimi o nöqteyi nəzərdən yanaşmışam və yaxşı tərəflərindən dərs götürmüşəm və pis tərəflərindən, mənfi reaksiyalarından, ümumiyyətlə gedişatda özümə olmazlar da yaratmışam. Bunlar olmaz. Və o olmazlar hardasa mənim puxtələşməyimdə belə fikirləşirəm. Bax, bu çox vacib nöqtəyə gəldik, çıxdıq. Bəzən çox vaxt nə ilə qarşılaşırıq. İnsan gedir motivasiya kitabları oxuyur. Mən bax, sanki sual verirəm, deyirəm, bu motivasiya kitabı oxuyursam möhtəşəm, yaxşıdır, kitab oxumaq ən gözəl şeydir, yaxşı təcrübədir. Çünki hər kitabdan bir fikir götürə bilirsən, ümumi fonda möhtəşəmdir. Amma bir məqamı nəzərə alınır. Kitabın müəllifi kimdir? Amerikalı yazısı. Kitabın müəllifi kimdir? Nə bilim, İngilis, o birisi, bu birisi.
Amerikan xalqıyla, ingilislə, nə bilim, mənim düşüncəm və həyat fəlsəfəm eyni deyil. Yəni o bunu Amerikada edib uğurlu olubsa, mən də bunu edib uğurlu olasıyam anlamı deyil. Çünki tam nöqtə atış elədiniz ki, mən daha çox tərcih eləyirəm ki, öz hansısa rəhbərlərimin bir xüsusiyyətlərinə baxıb, onun müsbət mənfilərini dəyərləndirib, yəni mənfilərə sizin sözünüz olmasın, olmazlar, yaratmaq, yaxşında yaxşı kimi qəbullanıb, tətbiq eləmək məncə ən uğurlu təcrübələrdən biridir. Bir məqama da toxunum Fərid müəllim. Deməli, insanların həyatına təsir məsələsidir. Yəni siz bu gün özünüz də avtomatik bir ixtiyar olaraq insanların həyatına təsir qoyursunuz, öz işçilərin həyatına təsir qoyursunuz. Yəqin ki, sizin də idarə etdiyiniz işçilər baxır Fərid müəllimə, özü üçün SWOT analizdə müsbətlər götürür və olmazlar götürür ki, məsələn, Fərid müəllimin bu xüsusiyyətlərini tutaq ki, qəbullanmırıq, bunu qəbullanırıq. Bunlar da normal haldır da. Yəni hər şey müsbət olan bir rəhbər anlayışı da yoxdur da. Müsbət də olmalıdır, mənfi də olmalıdır. Əsas odur müsbətin sayı çox olsun məsələsidir. Və insanın təsirinə gətirmək istəyirəm. Məsələn, mən universitetə hazırlaşanda mənim müəllimim, coğrafiya müəllimim var idi. İnsanın həyatına təsir, bəlkə də elə bir şey yox idi, amma gedib gəlib mənim beynimə yeridirdi ki, mən bu potensial görsən 100% uğurlu insan olasın. Bəli. Bəlkə də mən deyərdim ki, bu gün çox sualın cavabını çox axtarmışam. Uğur səbəblərinin konkret düsturu yox, formulu yox və s. də hər insanın həyatına görə, təsir nöqtəsinə görə dəyişir. Amma bu gün gəldiyim qənaətlərdən biri də budur ki, bəlkə də mənə özgüvəni yaradan, ən çox həmişə güvən yaradan biri olub. Həm müəllim olub ki, içimdə özümə bir qəhrəman yaradıb özümə. Əlbəttə. Təsirlə, inamla ki, sən bunu bacarasan, yəni sən uğurlu adam olasan, mən hiss eləyirəm, mən təcrübədən görürəm, Ceyf gəl təqdim eləyirdi ki, mən neçə ildir müəllimiyəm, mən neçə ildir şagirdlər yetişdirirəm və potensialını görürəm ki, kim nə ola bilər. Bunu mənə təsir eləyə demək istəyirəm ki, insanların həyatda təsiri böyükdür. Bu gün siz də təbii ki, söhbət ona gətirmək istəyirəm ki, Fərid müəllim olaraq, həqiqətdə bir qəhrəmanlar yetişdiririk. Özümüzdən xəbərimiz olmaqla və ya olmadan təsirlər eləyə bilirik. Ən əsasda insanlarda o inamı yaratmaq. İnsan inandığı şeyin daha çox mübarizəsinə qatıla bilir. İnanmadığı şeyin mübarizəsinə qatıla bilmir. İstənilən halda, istənilən mühitdə, iş olsun, kənar olsun, çalışıb yaxşı nümunə olmaq lazımdır. İnsan həm bu işçilərə, həm ətrafındakılara yaxşı nümunədən dərs çıxaran da çox olur, o yaxşı yola yönələn də çox olur. İnsani dəyərlər də, həm idarə etmə, həm insani dəyərlər bunlar paralel getməlidir, balanslı şəkildə getməlidir. Sizcə banklar, yəni bank olmayan kredit təşkilatı, banklar üçün rəqib təşkilatdırmı, yoxsa bir-birini tamamlayan təşkilatdırmı? Bu yanaşmada mən sizə belə deyim, banklar və bank olmayan kredit təşkilatları həm rəqabətdədir, həm bir-birini tamamlayıcı bir elementdədir. Nədir? Daha çox, amma geniş anlamda baxanda bir-birini tamamlayıcı qurumlardır, açıq desək də. Banklar bayaq da vurğuladım. Banklar geniş maliyyə imkanlarına sahibdir, iri resurs bazasına, məhsul portfelinə sahibdir, daha ənənəvi maliyyə xidmətləri, daha klassik maliyyə xidmətləri göstərilən qurumlardır. Yəni bu maliyyə bazarının sütunlarından biridir. Bu reallıqdır. Bəli. Bank olmayan kredit təşkilatlarının funksiyası nədir? Bank olmayan kredit təşkilatlarının funksiyası çevik qərar vermə, məsələn, fərdiləşdirilmiş individual məhsullar yaratma, bəzi risk profilli müştərilər var, onlara maliyyə çıxışı yaratma. Məsələn, ənənəvi bank sektorunun tamamlaya bilmədiyi nöqtələr var, reallıq. O nöqtələrin tamamlama. Burada nə yaranır? Biz belə ortaq bir qərara gələ bilərik ki, bir-birini tamamlayan qurumlardır. Və bu ekosistemin, maliyyə ekosistemində deməli ki, müəyyən bir bölgüdədirlər. Funksional bölgü var aralarında. Bu reallıqdır. Bəs ümumiyyətlə süni intellektlə bağlı məqam nədir? Süni intellektlər
BOK-ların fəaliyyətində necə təsir eləyir? Ümumiyyətlə hansı yerində, istər kreditdəmi, yoxsa insan resursunda mı daha çox BOK-dar sizcə süni intellektin tətbiqinə maraqlı olasıdırlarmı? Olasıdırlarsa daha çox harda istifadə oluna bilər süni intellekt BOK-ların fəaliyyətində? İnsan əməklərini hansı hissələrini bunlar əvəz edə bilər? Mən süni intellektlə bağlı düşünürəm, həqiqətən prioritetdə var süni intellektlə bağlı. Bu gün təcrübədə də var bəzi təşkilatlarda müəyyən addımlar süni intellektdən istifadə ilə bağlı. Sadəcə mən süni intellekti birbaşa insan qərarını əvəz edən mexanizm kimi görmürəm. Nəyə görə görmürəm? Bunu da deyim sizə. Çünki deyək ki, kredit müraciətlərinin analiz olunması baxımından. Burada süni intellekti bir dəstək edici bir mexanizm kimi istifadə etmək lazımdır. Çünki burada süni intellektlə birbaşa qərarların verilməyi zamanı bizə mütləq ki, lazımdır güclü analitik sahə üzrə identifikasiya, güclü identifikasiya lazımdır, təhlükəsizlik sisteminin güclü olması lazımdır. Buna görə də süni intellekt daha çox kömək edici kimi, daha çox dəstək verici kimi istifadə oluna bilər bu mexanizm. Amma tam şəkildə təbii ki. Məncə daha çox məsələn tutaq ki, kredit risklərinin qiymətləndirilməsində, dataların təhlil olunmasında, bu hissəsində daha çox istifadə oluna bilər. Bəli, düz vurulacaq. Çünki süni intellekt ümumiyyətlə emal gücü yüksəkdir. Məlumatların emal qabiliyyəti süni intellektin yüksəkdir. Bu həm riskin daha öncədən aşkarlanmasına, daha bizi gözləyən kənarlaşmalardan bizi məhdudlaşdıra bilər. Bu baxımdan dəstək ola bilər. Və bu qaçılmazdır, dəstək ola bilər. Çünki çox güclü məlumat bazası təqdim edir süni intellekt. Güclü analitika təqdim edir əslində. Doğrudur. Ona görə təkan verəcək, istiqamətə təkan verəcək. Amma tam olaraq mexanizmə qərar verməni süni intellekt mexanizminə ötürmək mənə elə gəlir ki, bizi o ənənəvi idarə etmədən kənarlaşdıra bilər də. Çünki orada müəyyən mənəvi dəyərlər də var və identifikasiya məsələləri var. Ona görə tam kömək edici bir mexanizm kimi fəaliyyət göstərəcək. Doğrudur, tam razıyam. Son olaraq Fərid müəllim, bizim bu gənclərə tövsiyəniz nə olar? Xüsusilə məsələn universiteti yeni qurtarmış şəxslər, bank olmayan kredit təşkilatlarında karyera qura bilmələri üçün siz bir BOK sədri olaraq nə dəyərli tövsiyələriniz olar onlara ki, və onların ümumiyyətlə elə yeri gəlmişkən heç bir təcrübəsi olmayan şəxslərin bank olmayan kredit təşkilatında karyera qurmaları əl çatandırmı? Bəzən onlar həmişə düşünürlər ki, yox, hara gedirik, təcrübə istəyirlər, alınmır və s. Həm bu barədə şərhiniz, bir də tövsiyələrinizi son olaraq dinləsək məmnun olarıq. Çox sağ olun müəllim. Deməli, biz ümumiyyətlə bank olmayan kredit təşkilatları, banklar həmişə təcrübəçi fəaliyyəti göstərmək istəyən şəxslər üçün istər tələbə olsun, istər universiteti bitirmiş şəxslər olsun, bunlara həmişə meyil göstəririk. Mənim özüm dəfələrlə universitetlərə müraciət etmişəm, təcrübə proqramları açmışam. Yəni tələbələr üçün? Tələbələr üçün, bəli. Tələbələr üçün təcrübə proqramları açmışam. Özüm digər bundan əvvəl işlədiyim bank olmayan kredit təşkilatlarında da bu yanaşmanı qoymuşam və bu əlçatanlıq həmişə var. Bu da bir səhv yanaşmadır ki, biz BOK-da gedə bilmərik, işləyə bilmərik, təcrübə keçə bilmərik və hətta digər işlədiyim təşkilatlarda, BOK-da da yüzlərlə təcrübəsi yetişdirmişik. İndi hansı ki, hal-hazırda müəyyən bank olmayan kredit təşkilatlarında işləyirlər, banklarda işləyirlər. Bunun nümunəsi var əlimizdə. Onu qeyd edirəm, biz daim, mən də hər dəfə müəyyən görüşlərimizdə də gənclərlə tövsiyə edirəm. Yol istiqamət göstərirəm bununla bağlı, dəstək olmağa çalışıram. Bu gün də, sabah da, gələcəkdə də hər zaman bizim yenə qapımız açıqdır gənclərə.
hər zaman nə dəstək lazımdır verməyə hazırıq, banko mənim kredit təşkilatları olaraq. Və onlara bir nəsə töhfə verə biləriksə bizə daha xoş. Lap yaxşı, lap yaxşı. Bəs nəyin üstündə daha çox işləsinlər ki, yaxşı kadr ola bilsinlər? Tövsiyəniz nə olar? Tövsiyəm ən çox hansı sahədə olmaqlarından asılı olmayaraq işə məsuliyyətlə yanaşsınlar, vicdanla yanaşsınlar. Bu iki ünsur mənim üçün bir nömrəlidir. Məsuliyyət varsa, işinə vicdanla yanaşma varsa, orada uğur qaçınılmazdır. Təşəkkür edirik. Sağ olun. Çox sağ olun gəldiyiniz üçün. Çox xoş oldu həqiqətdə. Bu gün hesab edirəm ən vacib məqamlara toxunduq. Xüsusilə yaranmış insanların beynində bəzi yaranmış sualların cavabını bu gün tapmağa çalışdıq. Minnətdaram bir daha Fərid müəllim. Çox sağ olun gəldiyiniz üçün. Bununla da verilişimiz, Bankir Masası verilişinin növbəti buraxılışı sona çatdı. Siz də əziz izləyicilər, son olaraq bizim növbəti verilişlərimizdə hansı qonaqların olmasını istəyirsinizsə, şərh bölməsinə yazmağı unutmayın. Eyni zamanda kanalımıza abunə olmağı unutmayın. Sağ olun, növbəti görüşlərdə görüşərik.